Bax, neçə yaşından başlamışsınız ilk dəfə cibgirliyi nə vaxt eləmişsiniz? Knişi pasajın yanında, Kitab pasajının yanında, onun qapısının ağzında bulku vardı, Slayonlu bulku otçul olurdu o üçün. Acanda uşağı da qoymuşam, qaynanamın bahçının yanında, o öz at familiyasını saldı. Getdim, gördüm ki, bulku satırlar, Slayonlu, baxdım. Bax, belə acı o cibgiri zad bilmirəm mənə cibgiri. Hasan dörü. İstərəm ki, baxdım, bir dənə getirim ondan yiyeyim. Bulkuda. Belə bulkulardı, belə. Amma belə alırlar üçün. Satıcı belə baxdı mənə. Dedi, Tamara edərdi. Bura gəl qızım, bura gəl. Bulku sata bilərsən? Deyirəm ki, həri. Bulçu versin də mən. Gəl otur burada bulçu yi, sonra sənə qoyacam satmağa. Götür bulçunu verdi mənə, oturtdu məni, çay da süzdü termosdan. İçdim, yedim, dedi, deyəm, burada bulku sat. Bir gün satdım, apardı evlərinə məçin. Dedim, yo, mən qala bilmirəm də, mənim balam var, Perumaskıda. Sunkanı doldurdu, fındıq, qoz, konfet, pul da verdi. Hər şey qoydu, sunka ilə gəldim. Qaynanamın bası gəldi, böyük xanım gəldi. Ay, qızım, bunları hardan dedim ki, mən iş tapmışım. Hər gün gəlib bulku satacağım. Dedi, bulku nədir? Bulku nənizi küçədə deyəm, mən satacağım. Uşaqlıda ət satmışam, ət var, qədətlər, qoy tapım benim. Səhər gəldim ora. Gəldim, cinayətə belə getdim. Gör. Gəlmişim bulku satırım. Bir dənə gözəl xanım var. Gözəli gəldi. Qara Volqada Rübaba. Məsmədi. Rübabadır, amma məsmə çağırır. Cibgirdir bu da. Azərbaycanın birinci cibgiri olub. Gəldi Tamar da, bu nə qəşəng qızdı getirib saxıldı, bulki satırırsan buna, bunu ver mənə, krasavitsadır bu. Dedi ki, necə verim sənə? Heç elə anası atasını tanım, atam anam yoxdur, deyirəm. Dedi ki, gəl bu yana, gəldim. Belə paltarıma əl vurur. Səni bir səcə giyindirəcəyəm, mənə deyir, mənə də bu lazım.